həyatda indi o vaxta baxanda insanlarda hansı dəyişikliklər olub psixoloji tərəfdən sizsiz ki? Bilgili olmaq müalicənin yarısı deməkdir. Antidepressantlar ümumiyyətlə insan orqanizminə xoş təəssürat bağışlayır, yoxsa əksinə mənfi? Bu yeniyetməlik dövründə çox təhlükəlidir. Həmin bu vəziyyətdən çıxa bilmir. Konflikt böyüyür, çox pis bir mərhələyə gəlib çıxır. Vəziyyətdən çıxış yolu neçə müddətdir? Onun sonu pis də nəticələnə bilər. Beyin dərk eləyir ki, artıq bu insan yoxdur və depressiya məhz o an düşür. Qazanan odur, itirən sənsən. Rəsulova ilə söhbətə xoş gəldiniz əziz dostlar. Bugünkü qonağım, yəni təqdim etmədən əvvəl deyim ki, mən bu insanı uzun zamandır ki tanıyıram. Çox uzun müddətdir ki tanısam da, amma görüşmürük. Sadəcə yenə də sağ olsun sosial şəbəkə vasitəsilə biz yazışırıq. Necəsən, nə var, hər şey yaxşıdır, hardasan və s. bu kimi dialoqlar aparırıq. Nə vaxt lazım olanda da təəssüflər olsun ki, Bakıda olmur hal-hazırda. Yəni Bakıdan köçdüyünə görə yəni onunla hansısa bir çəkiliş edə bilmirdim. Amma fürsətdən istifadə edib artıq mən onu bu yaxında tapdım. Gördüm ki, Bakıdadır və dərhal yazdım ki, Bakıdasan, mütləq biz podkast səninlə çəkməliyik. Dərhal yəni reaksiya da belə oldu ki, əla, super. Yəni ona görə də elə mən istəyirdim ki, vaxt itirmədən artıq onu təqdim eləyim. Qonağım klinik psixoloq Xatirə xanım Səfərovadır. Salam Xatirə. Salam Vəfa, çox xoş oldu mənə sizi görmək. Çox sevindim. Baxmayaraq ki, biz 15 ildən artıq dostuq və tanıyırıq bir-birimizi. Mən sizi gördüm, siz heç dəyişməmisiniz. Mən də çox gözəl görsənirsiniz. Eyni də siz də. Baxmayaraq ki, mən yoxam, amma sizi də, bacınızı da hər zaman mənim yaddaşımdadır. Hər zaman da, yəni belə deyək ki, heç vaxt silinməyən dostlar var. Bəli. Heç vaxt unudulmayan münasibətlər var. Baxmayaraq ki, biz hər gün görüşmürük və yaxud da necəsə, amma bizim beynimizdə özəl bir yeriniz var. Bəli. Yəni çox sağ olun dəvət üçün. Mən təşəkkür edirəm ki, dəvətimi qəbul etdiniz. Bu uzun zamandır ki, görüşmürük. Həyatda indi o vaxta baxanda insanlarda hansı dəyişikliklər olub psixoloji tərəfdən sizsiz ki? Ümumiyyətlə dünyada hər 10 ildən bir insanların intellekti dəyişir və yəni insanların dünyaya baxış bucağı, seçimləri, ehtiyacları tamamilə başqa bir aspektə keçir. Baxmayaraq ki, yaş kateqoriyaları var. Yaş kateqoriyalarını ayırsaq da tamamilə başqa ehtiyacları görəcəyik. Amma belə bir deyim var ki, belə bir informasiya var. 3-cü boyut, 4-cü boyut və 5-ci boyutun insanları, yəni bu məcazi mənada 5-ci boyutun insanları daha özlərini düşünən, daha öz ehtiyaclarına yönəlik, daha çox özünün nə istədiyinə və həyatı anlayan insanlardır ki, bir dəfə gəliblər həyata və o həyat onların həyatıdır və onu qaralama kimi yox, istədiklərini yaşamağı uğrunda mübarizə aparır. Amma 3-cü kateqoriyaya baxsaq, 3-cü boyuta baxsaq, biz görərik ki, onlar daha çox ehtiyaclarını insanlar necə istəyir, o formatda qururlar və bu proyekt onların keşkələrini artırır, günahkarlıq hisslərini artırır və depressiyanı artırır. 4-cü boyuta baxsaq, bunlar biraz oradan, biraz buradan götürən insanlardılar. Çox insan kateqoriyası oyanıb sanki, yəni düşüncə olaraq oyanıb, seçim yaxşı olaraq. Yaxşı tərəfə, yoxsa? Yaxşı tərəfə, bəli, öz həyatını yaşamağı anlayıb ki, bu mənim həyatımdır və mən qonşunu yox, özümü düşünməliyəm. Yəni mənim əsas seçimlərim, əsas ehtiyacım mənim və ətrafımla bağlı olmalıdır. Yəni bir addım atanda mən qonşunu yox, daha çox özümü necə xoşbəxt olacağam. Amma gəlin baxaq ki, əvvəlki illərdə insanların sosial konformizmi çox yüksək idi və bundan da əziyyət çəkirdilər. Və hətta hər bir insan istərsə 200 il yaşasın, 150 il yaşasın, son günündə, son ölüm günündə o düşünəcək ki,
işimi yarımçıq qoydum. Hər hansı bir işimi yarımçıq qoydum. Bəli. Və yenə də tamamlanmamış bu dünyadan getmiş kimi özünü hesab edəcək. Hələ ki biz baxsaq ki, insanlar öz ehtiyaclarını ödəyə bilmirlər, öz nə istədiklərini tapa bilmirlər. Başqalarının personasını yaşayan insanlar çoxdur. Məsələn, insan öz şəxsi keyfiyyətlərini düzgün idarə edə bilmədikdə oğurluq edir. Amma nə oğurluğu? Nə oğurluğu? Başqalarının şəxsiyyətində gördüyü personaları oğurlayaraq onu özünküləşdirə bilir. Məsələn, bəzi insanların bir portreti yoxdur. Yarada bilməyib, o şəxsiyyət portretini yarada bilməyib bəzi insanlar. Bura aiddir, mən kiməm sualına tam cavab tapa bilməyib. Ümumiyyətlə, biz tapa bilməyəcəyik. O sualı axıra kimi tapa bilməyəcəyik. Bu başqa məsələ. Personaj olaraq insanlar öz şəxsi keyfiyyətlərini qura bilmədikdə, onlar bilmirlər necə yaşasınlar. Məsələn, baxırlar Vəfa xanıma, deyir ki, Vəfa xanım bugün bu cümləni işlətdi, belə baxdı, belə oturdu, belə geyindi. Mən də Vəfa xanım kimi geyinim, Vəfa xanım kimi hərəkət edeyim. Və sizdən onu oğurluyur, özünküləşdirir. Yəni bunun da iki tərəfi var bu oğurluğun. Birinci tərəfdən odur ki, özünküləşdirir, sanki siz ondan götürmüş kimi olursunuz. İkinci tərəf isə odur ki, insan öyrənir. İnsan öyrənsin. Olsun. Oğurlasın. Yaxşı tərəfi oğurlasın, faydalansınlar. Peki pis tərəfi götürməsinlər. Bəli. Yəni həqiqətən də təəssüflər olsun ki, bu sosial şəbəkə vasitəsilə həm yaxşı tərəf var, həm pis tərəf var. Xatirə xanım, yəni həqiqətən də hal-hazırda bu digital həyat çox, yəni dəyişikliklər həddindən artıq çoxdur. Dünya çox sürətlə inkişaf edir, qabağa gedir. Bəzən də insan həqiqətən də işlərini çatdırmır, daima qaçır hər yerə ki, çatdırsın. Yəni insanlarda bu psixoloji problem buna səbəb ola bilər. Yəni varsa hansı problemlərlə üzləşirik? Bəli, var. Deməli, dünyada psixologiyada yeni bir metod var. Speed Psychomind, yəni bu sürətli düşüncə psixologiyanın sürəti deməkdir. İnsan daim öz düşüncəsini ideal məninə çatmaq üçün sürətlə alternativlər axtarır. Hansısa bir alternativlərlə o istəyir ki, o ideal mənini tamamlasın. Və ora qaçış eləyir. Və sanki marafondur, yola çıxıbdır. Sürətli qaçışla, yəni o ideal məninə qaçmaqdadır. Mənfi tərəfi odur ki, SDVQ adında belə bir sindrom var. Bəli, bu sindrom diqqət azlığı sindromudur. İnformasiyanın o qədər bol anında yaşayırıq ki, o qədər informasiya alırıq. Ən azı xırda bir nümunə göstərəcəm. Sosial şəbəkələrdə olduğunuz zaman durmadan vərəqlədiyinizdə, yəni bütün izləmələri və sizin beyninizdə mix kokteyl yaranır. Yəni ki, bu kokteyl tutalım ki, sağlıqdan baxdınız, musiqidən bayağı və beyninin qatlarında durmadan informasiyalar dəyişir. Və sənin emosional kanalın dolur. Yəni mənasız şəkildə dolur. Ona görə mən həmişə deyirəm ki, yəni baxın polkalara nəyi doldurursunuz? Baxın ki, siz öz qabınıza nələri yerləşdirirsiniz. Və onlar o dolduğu zaman, emosional qab dolduğu zaman o mütləq bir çıxış yolu axtarır. Və o çıxış yolu məsələn yuxusuzluq ola bilər ki, insan bunu əziyyət çəkir yuxusuzluqdan, vaxtını sərf etdiyi yaddaş üçün. Problemi. Bəli, yaddaş problemi, diqqət azlığı problemi. Burada isə nə yaranır? Məsələn, idmana getməlidir, bir gün gedir, 5 gün getmir. Kurslara getməlidir, dil öyrənməyə bir gün gedir, pulunu ödəyir, amma getmir. Hansısa bir özünün disiplin şəklində bir vərdişlərini yaratmaq istəyir həmişə. Həmin vərdişləri ertələmə proqramlarına salır. Bunlar isə onun şəxsin keyfiyyət balansını aşağı salır, həyat keyfiyyətini aşağı salır və həyat keyfiyyəti aşağı düşdükdə insan
depressiyaya düşür. Bəli, çox təəssüf edək. Yəni həqiqətən də hal-hazırda əvvəl depressiv vəziyyət deyəndə biz müəyyən yaşdan sonra kimsə depressiyaya düşdü və yaxud da belə deyək də hamiləlik dövründə, hamiləlik dövründən sonrakı olan depressiv vəziyyət, amma hal-hazırda yaşından asılı olmayaraq, yəni hətta hər bir valideynə eşidə bilərsən ki, mənim uşağım SDVQ, yəni ki, sindromu tutulub və yaxud da yaddaş problemi var. Bu hamısı belə demək olar ki, yəni həyatın bu sürəti artdığı üçün baş verir. Bunun həlli bir çoxları antidepressantlarda görürlər. Antidepressantlar ümumiyyətlə insan orqanizminə xoş təəssürat bağışlayır, yoxsa əksinə mənfi? Depressiyanın müəyyən növləri var. Yəni bir insan özü-özünə bir balaca əhvalı yoxdursa, o deyə bilməz ki, mən depressiyadayam. Depressiyanın diaqnozunu həkim, klinik psixoloq və nevropatoloq, psixiatr tərəfindən təyin edilir. Sadə bir psixoloq, yəni sadə psixoloq bu diaqnozu pasiyentə təyin edə bilməz. Depressiyanın endogen və psixogen faktorları var. Əgər siz bunu indi mən elmi dildə dedim, açıqlamasını mütləq verim. Psixogen faktor depressiya nə deməkdir? Sosial bir həyatdasan və sən hansısa bir xoşagəlməz hadisələrlə rastlaşırsan. İşdən çıxa bilərsən, ailəndən ayrıla bilərsən, sevdiyin şəxsdən ayrıla bilərsən. Yəni bu kimi faktorlar psixogen faktor hesab olunur. Endogen faktor depressiya isə bu genetik. Heç bir səbəb yoxdur. Həyat çox gözəldir. Bir depressiyaya məruz qalması üçün bir şərait yoxdur onda. Amma baxırsan ki, yenə də depressiv və depressiya diaqnozları qoymaq olur. Ümumiyyətlə depressiyanın özünün, yəni belə bir istiqaməti var ki, əgər sənin əhval-ruhiyyən daimi düşükdürsə də, yəni heç bir şeydən həzz almırsansa da, heç bir şəkildə sevinə bilmirsənsə də və bu 2 həftədən artıq davam edirsə, o diaqnoz təyin edilə bilər. Yoxsa, məsələn, biri də var ki, artıq sənin həyat eşqin sönüb. Yəni xoşbəxt ola bilmirsən. Beynində bəli, hormonların gücü çatmır ki, özünü bərpa etsin. Və o zaman, yəni belə bir halda təbii ki, yəni insan medikamentoz, yəni dərmanlar vasitəsilə müalicə olunması şərtdir. Bura daxil ola bilər panik ataklar, ağır şəkildə sayrışan nevroz, sayrışan fikirlər. Yəni bu kompleks şəkildə baxsan, yoxsa ki, psixogen faktordursa, psixoterapiya ilə onu bərpa etmək olur. Amma insanın şikayətindən asılı olaraq bəzən depressiya o qədər gizli gedir ki, heç insanın ağlına gəlmədiyi bir şəkildə insan o qədər boşluğa düşür, ruhunu o qədər boşluqda hiss edir. Sanki belə deyək də, yəni sanki onun artıq cəsədi onu idarə edir. Heç bir toxunur, həzz almır, yeyir, həzz almır. Yəni gününü başlayır həyata, heç bir nə günəşi görür, nə ayı hiss edir. Bax bu şəkildə o gizli özü də bilmir ki, niyə çıxa bilmir bu depressiyadan. O şəkil onun sonu pis də nəticələnə bilər. Bu halda belə çatanda insan həkimə müraciət etmir. Düşünür ki, keçər və yaxud da mən artıq alışmalıyam bununla yaşamağa. Amma belə olmamalıdır. Təbii ki, bütün hadisələr, yəni özünü idarə edə bilməyəndə insan baxırsan ki, ətrafında belə bir insan var, ətrafımızda olan insanlara gözü açıq olmalıyıq. Əgər bizim ailədə belə bir insan varsa, yəni biz onu görməliyik. Onu görməzdən, ailədə də bəzən olur ki, görməzdən gəlirlər və deyirlər ki, hər şeyi ürəyinə salırsan, belə bir söz var. Boş-boş şeylərə əsəbləşmə. Yəni gəl yeməyini ye, amma yemək yemir, özündən heç kəslə ünsiyyət qurmur, otağına qapanıbdır. Belə bir halda ona müdaxilə etmək gərəkir. Çünki həmin şəxs özü getməyəcək həkimə, psixoloqa, nevropatoloqa getməyəcək, ona görə ora müdaxilə etmək lazımdır. Amma müdaxilə bəzən elə insanlar var deyir ki, valideynlər misal üçündür ki, biz müdaxilə etməyə çalışırıq, amma qeyri-mümkündür. Bu yeniyetməlik dövründə çox təhlükəlidir. İnsan yeniyetmə dövründə, yəni
özəlliklə 13-15 yaş arası, 16 yaş arası, 17 yaşa qədər. Həmin dövrdə güzgüyə baxır və özündə bir qüsur tapır, bir eyib tapır. Gözüm əyridir, burnum əyridir, nə bilim, üzüm kökdür və yaxud da nədir və bu simmetrik əlamətləri gözünə çox çarpır həmin yaş dövründə. Və həmin yaş dövründə özünü inkar prosesi başlayır. Bu özünü inkar prosesində isə daha çox evdən çıxmamağı, daha çox dostlarınla danışmamağı, valideynlərini günahlandırmaq ki, məni niyə belə dünyaya gətirdiniz və yaxud da mənə niyə kömək etmirsiniz? Günah sizdədir. Hər hansı bir hadisədən narazı qalmaq. Narazı qalmaq, bəli, bu antagonizm sayılır. Yəni ki, bu da nə təklif eləsən, yox cavabı alacaqsan. Nə təklif etsən, onun qarşısına belə dünyanı ən gözəl şəkildə də sərsən, yox cavabı alacaqsan. Belə bir şəkildə, belə bir valideynlər bu halla üzləşdiyi zaman təbii ki, söz aykidosunu bilməlidirlər. Hər bir valideyn ümumiyyətlə psixologiyanı bilməlidir. Əgər sən bir valideyn olacaqsansa da, sən psixologiyanı oxumalısan, bilməlisən. Psixologiyanın tərkibində nələr yerləşir, nədir? Psixologiya insanın əks davranışlarına qarşı nə hazırlaya bilər? Məsələn, belə bir halda söz aykidosu çox gözəl işə yaraya bilər. Əgər siz eyni hərəkəti mütəmadi olaraq, yəni dəfələrcə davam edirsinizsə, deməli siz ora müraciət edən şəxsin davranış modeli dəyişməlidir. Aydındır. Mən fürsətdən istifadə edib, yəni bizi izləyənlərə də xatırladım ki, bizi sosial şəbəkələr vasitəsilə izləyə bilərsiniz. Instagramda, YouTube'da, Instagramda Rəsulova ilə söhbət yaza bilərsiniz. YouTube'da Vəfa Rəsulova yazıb kanallarımıza abunə olursunuz. Həm daima mövzulara qoşula bilərsiniz. Öz təklif və suallarınızı yazıb göndərə bilərsiniz. Eyniliklə aşağıda qeyd olunan mobil telefon vasitəsilə əlaqə saxlayıb bütün nə belə deyək, təklif, sualınız varsa, yəni utanmayın, zəng vurun, soruşun. Danışdıq depressiyadan, həm yeniyetmələrdən. Suallar həqiqətən də çoxdur. Bizi yazanlar da suallar, yəni yazırlar ki, xahiş edirik, qonağınız əgər filan həkim olsa və yaxud da qonağınız kimsə olsa bu sualı mütləq verin, çünki bizə maraqlıdır. Biz bilirik ki, qadınlar ümumiyyətlə hamilə olanda onlara müəyyən bir dəyişikliklər orqanizmdə olur, hormonlar dəyişir. Kimsə depressiyaya düşür, kimsə öncə düşür, kimsə də hamiləlikdən sonra. Həmin bu depressiv vəziyyətdən çıxış yolu neçə müddətdir? Bilgili olmaq müalicənin yarısı deməkdir. İnsan biləndə ki, bunun düşdüyü durumun səbəbi buna görədir, yəni daha rahat müalicə ala bilər. Məsələn, bir hamilə qadın uşaq dünyaya gətiribdir. Yəni böyük bir iş görüb. Bir zavod düşünün. Zavodda hansısa bir şokolad istehsal olunubdur. O şokoladın istehsal gücündən sonra təmizlik işləri getməlidirmi? Xadiməçi gəlir, zavodu təmizləyir də. İstehsal olundu, pakovkalandı və ondan sonra gəlir xadiməçi zavodu təmizləməyə. Artıq qalan maddələr varmı? Töküntü əşyalar falan varmı? Var təbii ki. Və insanın orqanizmi də belədir. Şokolad dünyaya gətirirsə, bir uşağı nəzərdə tuturam, yəni zavodla assosiasiya olunanda və təbii ki, orqanizm olaraq bütün vitaminlərinlə bir yerdə onu yaradıbdır da, doğrudurmu? Öz ötürülmüş vitaminlərinə kimi bütün ən yaxşı, yəni nəyi vardısa ötürüb uşağa və dünyaya uşaq gəlibdir. Təbii ki, özünün bərpa prosesi getməlidir. Amma bərpa da necə ola bilər? Baxın. İnsan istirahət etməlidir. Amma qadın da qalır nə? Uşağa baxmaq. Artıq daha da çətin dövr başlayır. Belə bir halda mütləq kömək lazımdır. Təbii ki, kömək olarsa çox yaxşı olar. Hətta kömək olmarsa, məsələn, yoldaşı gec gəldi evə, hamiləlik dönəmindən, sonraki dönəmdən və dərhal konflikt çıxacaq o evdən. Və konflikt böyüyür, çox pis bir mərhələyə gəlib çıxır. Və belə bir halda isə birinci insan özünə sual verməlidir ki, mən bu məsələni niyə belə reaksiya verirəm, niyə bu cür təpki göstərirəm? Bütün bunların kökündə, yəni birinci yuxusuzluq, ikinci isə, yəni doğuş sonrası, yəni mənim bərpa prosesim gedir. Ona görə mən beləyəm.
bunu özünə, bu sualı özünə, yəni aydınlandırdığı zaman baxmalıdır mütləq vitaminlərinə, hansı vitaminləri qəbul etməlidir, qidasına. O an düşünməməlidir ki, mənim formam bitib, mən kökəlmişəm, mən və yaxud da arıqlamışam. O an onları düşünməməlidir. Çünki bərpa prosesidir və bərpa prosesindən sonra öz köhnə bədənini geri qaytara biləcək. Yəni insan o güzgüdə baxır, özünü gözəl görmür. Bu da onun özünə olan münasibətini aşağı salır və ona görə də o problemlər yaranır. Və belə bir halda yaxşı olar mütəmadi psixoterapiya, yəni yaxşı olar vitaminlərin qəbul olunması. Təbii ki, antidepressant qəbul etmək olmaz. Çünki əgər ana uşağa süd verirsə, yəni antidepressant qəbul etmək olmaz. Sadəcə sakitləşdirici dərmanlardırsa, təbii yollarla olmuş, tərkibində kimyəvi maddələr olmayan, o zaman onlar yəni həkimin yazması, yəni resept vasitəsilə ola bilər. Amma antidepressant və tranquilizator qətiyyən olmaz. Hamiləlik dövründə. Və bu sualı da vermək istəyirəm. Həmin hamiləlik dövründən danışmışkən, yaxın bir insanı, yəni dünyasını dəyişib, bu vəziyyəti görüb, amma hamiləlik dövründə anlamır, yaşamır. Yəni depressiyanı hamiləlikdən sonra, dünyaya artıq uşaq gələndən sonra dərk eləyir ki, beyin dərk eləyir ki, artıq bu insan yoxdur və depressiya məhz o an düşür. Baxın, insanın orqanizmi, özəlliklə beyin orqanizmi və psixi orqanizmi çox maraqlı qurulub Vəfa xanım. O qədər maraqlıdır ki, sizin tərkibimizdə, bizim hər birimizin tərkibində müdafiə mexanizmləri var. Bu çox sağlam yanaşma metodudur. Əslində özü bilmədən belə edibdir. Çünki təsəvvür edin, hamilə bir qadın stres keçirdiyi zaman bütün hormonal funksiyalar pozulur və bunun da pozulması sayəsində uşaqda mütləq ki, hansısa bir problemlər sağlığına təsir göstərir. Qadın o qədər yəni həssas yanaşıbdır ki, özü də bilmədən psixi proses onu qoruyubdur. Bizim müdafiə mexanizmlərimizdən biri də inkar etmə müdafiə mexanizmidir. Bəzən hansısa bir xoşagəlməz hadisəni hələlik görmürəm, eşitmirəm, duymuram rejiminə keçir insan. Və bu rejimdə olanda insan özünü müdafiə edir əslində. Bu bilirsiniz nəyə bənzər? Mən indi sizə bir misal çəkim. Misal üçün sizin çox sevdiyiniz bir itiniz var və yaxud da pişiyiniz var. Və sizə işdəsiz, sizə zəng gəlir ki, sizin pişiyiniz yoxdur artıq, yəni öldü və sizin birinci cavabınız və reaksiyanız bu olacaq. Nə danışırsan, ola bilməz. Yəni bu səndən özündən ixtiyari, qeyri-ixtiyari çıxan sözlərdir. Bu ola bilməz sözünü sənin beynin eşitməlidir. Ki orada saniyə qazansın, zaman qazansın və o qazanılmış zamanı insan öz xeyrinə işləyir. Burada isə həmin şəxsin yaxınının ölüm hadisəsini eşitmək və bətnində də uşaq olduğu üçün o dərk eləyib, beyin onu dərk eləyib ki, uşağına zərər vuracaq. Avtomatik olaraq inkar edib hadisəni və məsuliyyətindən azad olduqdan sonra hadisəni dərk etmə prosesindən qəbul edibdir və ağlamağa başlayıbdır. Ondan sonra başlayıb gecikmiş sindromla o depressiyaya düşübdür. Hansı ki, yəni əslində çox doğru yanaşıbdır. Misal üçün biz əgər hər şeyi bizim psixikamız anında hər şeyi qəbul etsə, yəni biz bir sağlam insan tapılmaz. Kimsə işləyir. 9-dan 6-ya kimi işə gedir. 20 ildir eyni işdədir. 20 ildir eyni yəni masanı görür. Kreslosunu belə dəyişmir. Eyni rəhbər, eyni qələm, dəftərləri belə dəyişmir. Eyni masa. 20 ildir eyni ruçkanı, qələmi işlədir və sadəcə mürəkkəbini dəyişir də onun. Eyni masa. Və belə insanlarla, yəni oturduğunuz zaman onların aurası da sizə pis təsir edir hardasa. Yəni nəyə görə? Çünki insan dəyişməyi bacarmalıdır. İnsan dəyişməyə meyilli olmalıdır, açıq olmalıdır dəyişimə. Yəni belə bir insanlar da onlara
bir teatr kimi düşünün. Onlara bu rol verilibdi və birinə demirsən ki, sən 9-dan 6-ya burada olmalısan, sən evləri yığışdırmalısan səhərdən axşama kimi, sən isə dözməlisən yoldaşının xəyanətinə və yaxud da digər hadisələrə. Cəmaət nə deyər, bəs sən necə, yəni, və yaxud da sən öz həyatını yaşaya bilmərsən, çünki atan və qardaşın razı deyil. Yəni belə bir hallarda sən elə bil ki, bir oyun düzəltmisən bu dünyada. İnsanlardan ibarət bir oyundur və hər bir insana da müəyyən rollar verilibdir və sən o rolları götürürsən, başlayırsan oynamağa. Və belə bir halda insanların birdən-birə, bax həmin insanlar birdən-birə depressiyaya düşürlər və çox pis, həm də çox pis. Və onların o dərin depressiyadan çıxış nöqtələri çox çətin olur. Adətən depressiya həyata mən yorulmuşam demək istədiyini deyə bilməməkdir. Yəni adam demək istəyir ki, mən yorulmuşam, istəmirəm belə yaşamaq. Amma onu deyə bilmir. Bir gün mənə bir xanım müraciət etdi. 50-dən yuxarı yaşları var idi. Qızı zəng eləmişdi mənə ki, mənim anam gələcək sizə. Anam 15 ildir evdən çıxmayıb. 15 il evdən çıxmayıb. Evdən çıxmamaq bilirsiz nə, pəncərəni də açmayıb. 15 ildir insan nə marketə gedib, nə yəni heç bir şeyə. Sadəcə evin içində yaşayıb. 15 il özünü həbs edib evin içində. Özü-özünü. Artıq dişləri çox pis məhv olubdu, xarab olubdu və qızları düşünübdü ki, psixoloqa aparaq, ondan sonra diş həkiminə aparaq, çünki başqa variant yoxdur. Mən də televizorda görmüşdü deyə elə görüb gəlib mənim yanıma. Yəni hardasa mən ona güvən vermişəm. Yəni necəsə özü seçim eləyibdi və deyibdi ki, sadəcə o qızın yanına getmək istəyərdim. Və mən həqiqətən də bir şəxsin özünün mənəvi intiharını gözümlə görürdüm, yəni seyr edirdim onun. İnsan necə özünü mənəvi intihar edə bilər? Dünyaya gələndə onun özündən 20 yaş böyük bacısı olur. Həyat hekayəsində. Və 2 dənə anası olur. Biri onu doğan ana, dünyaya gətirən ana, biri də bacısı ona analıq edir. 2 ana olanda şəxsdə ambivalentlik yaranır. Yəni ki, ikisi də mənim anamdır. Həm xoşbəxtdir, həm də bir növ xoşbəxt deyil. Yəni 2 modeldən öyrənir. Birindən başqa şey öyrənir, birindən başqa bir yəni xarakterlər öyrənir. Nəticə itibarilə, yəni öz bacısına ana kimi tanıyır. Və anası, yəni öz bacısı, bu artıq böyüyür, artıq bu evlənir, bunun evladları olur və bir müddətdən sonra onun anası xəstəliyə, yəni bacısı xəstəliyə məruz qalır və yataq xəstəsi olur. Bu isə onu yataq xəstəsi olaraq ona baxır. Sonra dünyasını dəyişir, qadın dünyasını dəyişir və o qadının da əlavə 2 böyük uşaqları var, yəni. Hamı ona bu sözü deyir ki, artıq onun uşaqları sənin uşaqların. Artıq onun məsuliyyəti sənin məsuliyyətin. Artıq o uşaqlara sən ana olacaqsan. Beyni yükləyirlər. Bəli. Və birdən-birə yəni insan özündən yıxılır, bayılır və heç bacısının ölü yerində də iştirak edə bilmir və onu gətirirlər evə. Həmin gündən qadın evdən çıxmayıb. Həmin gündən, həmin saniyədən etibarən. Burada motiv nədir? Bəzən ictimai qınaq insanı, məsələn, burada yatan gizli motiv nədir? Mən deyə bilmərəm insanlara ki, mən onu bacarmıram, mən onu edə bilmərəm, mən o yükü daşıya bilmərəm. Mən, baxmayaraq ki, mənim bacımın uşaqlarıdır, amma mən yorğun adamam. Mən ümumiyyətlə xidmət etməyi sevmirəm. İnsanın psixikası onu aldadaraq onu etməmək üçün başqa bir işlərlə onu məşğul edir beynini. Yetər ki, həmin işi görməsin. Məsələn, düşünür, psixika deyir ki, sən narahat olma, mən indi səni xilas eləyəcəm. Mən indi sənə elə bir aldadıcı bir etap keçirəcəm ki, sən elə bir etapa keçirəcəm ki, heç özləri istəməyəcəklər sən onlara baxasan. Və psixika onu daha da ağır vəziyyətə salır ki, onun şikayət etdiyi, istəmədiyi vəziyyəti etməsin deyə psixika onu başqa bir şəklə salır. Əksər insanlar xoşbəxtliyi yaşaya bilmirlər, xoşbəxt ola bilmirlər. Bunun çıxış yolu var. İnsan
nə qədər ki, yəni xoşbəxtliyi böyük bir belə deyim, masштабını görəcəksə, böyük bir həcmdə görəcəksə, o onun illüziyası olacaqdır. Yəni əlində olanları isə bitirib xərcləyib gedəcəkdir. İnsan dərk etməyəndə ki, yəni mənim nəfəs almağım, sadəcə nəfəs almağım 1 milyon da versələr, desələr ki, 1 dəqiqə, 2 dəqiqə nəfəs almayacaqsan, 2 dəqiqə olar 1 milyon. Amma 2 dəqiqədən artıq, yəni nəfəs almayacaqsan. Səni bağlı bir yerə qoyuruq, oksigen olmayacaq, amma sənə 1 milyon veririk. Sənin nə faydanı? Deməli, sən bir nəfəs alman 1 milyondan bahalıdır. Və sən öz varlığını, sən özünü, öz sağlamlığını hiss etməyincə, yəni özünün var oluşunu hiss etməyincə insan xoşbəxt ola bilməz. Heç xoşbəxtlikdən danışmasın. Onu nə Ferrari xoşbəxt edə bilər, onu nə villalar xoşbəxt edə bilər. Əgər sənin özünü yaraşdırmırsansa həyata, Ferrari'yə yox, həyata yaraşdırmırsansa da səni nə Ferrari, nə villa xoşbəxt edə bilməz. Bir də ətrafla bağlı yenə çox suallar gəlir ki, yəni elə insanlar var ki, özü yaxşıdır, özünü yaxşı hiss edir, amma təəssüflər olsun ki, ətrafında neqativ, xoşa gəlməz bir həyat yaşayır və daima gəlir ona danışır. Yəni deyirlər ki, ətrafdan sənə çox neqativ gələndə sən özün də neqativi qəbul etmiş olursan. Bu doğrudur ya necə? Bilirsiniz, insanlar bir-birlərinə danışmaq üçün yaranıblar. Fərqi yoxdur. Pis şey danışır, yaxşı bir şey danışır. Sən onu necə qəbul edəcəksənsə də ondan asılıdır. Sən onu neqativ kimi görəcəksənsə də onu neqativ qəbul edəcəksən. Yəni ətrafında sənin dostların var. Ətrafında sənin bacıların var, qardaşların var. Onların həyatında həyat problemləri ola bilər. Doğrudurmu? Bəs onlar kimə danışsınlar? Yəni bir insan bir insana danışmaq üçün, yəni insanın digər canlılardan fərqi ondadır ki, o danışa bilir. Və bir insan istər şikayət etsin, istər, yəni siz onun şikayətini dinləməyin. Siz onun şikayətinin əsasına baxın. Baxın ki, nəyə görə bu insan, necə kömək edə bilərəm bu insana? Yəni siz onu, sən sus, mənə danışma, mənə neqativ ötürürsən deyərsənsə də, yəni sənin artıq cəmiyyətdə hansı humanist növün qala bilər, hansı humanist tərəfin qala bilər, hansı tolerant tərəfin qala bilər. Elə insanlar var ki, çox qəlbinə götürür və demək olar ki, başqasının həyatı, başqasının problemini sonradan özü də yaşamış olur. Necə qəbul etməlidir ki, o neqativi özünə götürməsin? Hər bir insanın şikayətinin əsası var. Məsələn, qurban pozisiyasında olan insanlar həyatda daim şikayətlə yanaşırlar. Daim. Yəni, nə etsən də, nə cür həyat ona bəxş etsən də, özünü qurban pozisiyasında gördüyü üçün həyata təmiz başqa gözlərlə baxır, başqa münasibət bəsləyir. Ona görə də, bəli, onların şikayətləri insanlara artıq ağır gələ bilər hardasa. Amma yenə də, yəni əgər sənin qulaq asmaq məcburiyyətindəsənsə də, yox deyə bilmirsənsə də, təbii ki, sən zəhərlənəcəksən. Təbii ki. Amma baxır qarşıdakının niyyətinə, yox, onun niyyəti bütün günü sənə zəng eləyib, səni öz həyat pozisiyasında, qurban pozisiyasından sənə şikayət etməkdirsə, qazanan odur, itirən sənsən. Ya onu qəbul etməyəcəksən, deyəcəksən ona. Amma deyəndə də çox gözəl bir şəkildə. Belə bir deyim var, bu dünyada ən pis günah istəmədiyin həyatı yaşamaqdır. Bu çox böyük günahdır. Çünki Allah Tanrı daim sənin xoşbəxt və mutlu olmağını gözləyir. İstəyir ki, sən özünü xoşbəxt hiss edəsən. Və bunun üçün çox böyük seçimlər var sənin qarşında. Amma təəssüflər olsun ki, sən görmürsən. Yəni, bəzən insan bu dünyanı kör-köranə yaşayır. Bəzən insan bu dünyanı yaşamır. Bəzən insan bu dünyanı pisliklər eləməklə həzz alır. Başqalarına pisliklər eləməklə həzz alır. Var müsbət qəhrəman, var mənfi qəhrəman. Hər bir içimizdəki olan düşüncəmiz, səsimiz bizi müsbət qəhrəman kimi görür həyatda. Hər birimiz. Heç kəs özünə mən mənfi qəhrəmanam deyə bilməz. Hər kəs özünə müsbət tərəfdən baxacaqdır. Və hadisənin içində əgər sən
doğrudan da için, ruhun, yəni bütün bunlar hamısı sənin xarakterinə, sənin bütün həyatına təsir edir. Və sən doğrudan da çox rahatlıqla kimisə pis mövqeyə dəvət edirsənsə, pis bir həyata dəvət edirsənsə və yaxud da sən pislik edirsənsə də mütləq ki, bunun saniyə və saniyə, dəqiqə və dəqiqə mütləq ki, sənin özünün həyatından keçəcək. Çünki zaman heç kimə borclu qalmağı sevmir. Ona görə nə edirsiniz, özünüzə edirsiniz. Bəli. Qayıdır. Və mən istəyərdim sonda yenə də bu antidepressantlara qayıdaq. Çünki həqiqətən də gənclər arasında da çox antidepressant qəbul edənlər var. İstər məsəl üçün kimsə imtahanlara hazırlaşır, imtahan öncə, imtahan sonra. Yəni onlara nə məsləhət verə bilərsiniz qısaca? Mən deyərdim ki, onu həkimin məsləhətisiz təbii ki olmaz. Əgər nevropatoloq, psixiatr bu dərmanları boşu-boşuna qeyd edə bilməz. Əgər bunları qeyd edibsə, deməli ki, hansısa bir nüans var orada. Həmin nüansa əsasən o dərmanlar, o preparatlar yazılıbdır. Çünki yəni bunu edən məsuliyyətli bir həkim sadəcə sağlam insana onu yaza bilməz. Bu zaman məsuliyyət həkimin üzərinə düşür. Yox, əgər artıq onlar bu dərmanlara başlayıblarsa da, o dərmanları nə öz başlarına içə bilərlər, yəni həkimin reseptdən kənar, nə də ki, o dərmanları içdikləri zaman özləri o dərmanları kəsib ata bilməzlər. Yəni, deyə bilməzlər ki, mən artıq dərmanı içmək istəmirəm, ürəyim istəmir. Onda sindromatmen, yəni sindromatmen olacaqdır və tərs olacaqdır və ümumiyyətlə çox əks təsir göstərəcəkdir və bu təsir onların baha başa gələ bilər həyatlarına. Ona görə bunlara diqqət etsinlər. Özəlliklə yeniyetməlik dönəmində həkimin qeyd etdiyi dərmanlarla valideynlərin münasibəti də dəyişməlidir. Çünki dərmanların təsirində yuxu rejimi daha çox olur. Yəni insan bütün gün yatmaq istəyir və valideyn də oradan dur dərsini oxu, dur. Yəni sən nə vaxta kimi belə məsuliyyətsiz yanaşacaqsan dediyi zaman heç bir müalicənin heç bir faydası yoxdur. Keyfiyyətli olmayacaq. Və məsləhət demişkən, hər qonağa dediyim kimi 5 vacib məsləhət bir klinik psixoloq kimi yaşından asılı olmayaraq bizim izləyicilərə hansı məsləhətlərinizi verə bilərsiniz? Buyurun. Məsləhət, psixoloq məsləhət vermir heç bir zaman. O psixoloq ki məsləhət verir, deməli o hələ psixoloq deyil. Amma indi çoxdur məsləhət verən psixoloqlar. Vermir, olmaz. Psixoloq məsləhət verə bilməz. Psixoloqlarımızın sayı artıq, bu başqa bir mövzudur. Ya, o ayrı bir mövzudur. Bəli, o çox gülməli mövzudur əslində. Psixoloq məsləhət vermir, amma konfrontasiya edir. İnsanı özü ilə üzləşdirir. Bu daha dərindir, bu daha emosionaldır. Psixoloq əgər bir insanın şəxsi keyfiyyətlərini və həyat keyfiyyətini yüksəltməsi üçün nələrisə rekomendasiya edərdisə, tövsiyə. Mən bunu deyərdim. 1. Mütləq vitamin balansınıza diqqət yetirin. Mütləq hansı vitaminlərinizdə çatışmazlıq varsa, həmin balansı mütləq bərpa etmək lazımdır. 2. Mütləq həyatdan həzz almaq üçün hobbiləriniz olmalıdır. İncə sənətlərlə, buna sublimasiya deyilir, rəqslə, yoga ilə, yəni müxtəlif aktiviteləriniz olmalıdır yoldaşlar. Məşğuliyyət. Bəli, məşğuliyyətlər olmalıdır. Musiqi ilə, musiqi yazın, rəqs edin, həyatda nə bilim, gedin, üzün, bilmirəm nə istəyirsiniz, amma mütləq bir hobbiniz olmalıdır. Üçüncü tərəfdən yanaşsaq, siz sosial konformizmin qurbanı olmayın. Yəni, mən nə istəyirəm, özüm nə istəyirəm və bunu mən bacara bilərəmmi, mənim gücüm çatırmı? Yəni, istəməklə etməyin arasında bir fərq var. Ona görə qorxmayın, sizə əgər deyərlərsə, sən bunu bacarmayacaqsan, bundan gözəl söz yoxdur. Unutmayın, dünyada bundan gözəl söz yoxdur. Sizə nə qədər ki, sən bunu bacarmayacaqsan, sözünü almamısınızsa, eşitməmisinizsə ətrafdan,
deməli həqiqətən hələ bacarmayacaqsınız. Ona görə sizə deyildiyi zaman sən bunu bacarmayacaqsan, sənin dönüş nöqtən onda başlayır. Bu üçüncü oldu. Dördüncü isə gözəlliyinizə fikir verin, sağlığınıza fikir verin və belə deyim, öz fiziki durumunuzu itirməyin, duruşunuzu itirməyin. Məndən getdi artıq, mən bunu bacarmaram. Yaş o yaş deyil. Bəli, yaş o yaş deyil. Mütləq fiziki gözəlliyinizə, fiziki baxımınıza, mütləq. Çünki biz bir insanıq və biz insan olaraq ən gözəl görünən biz olmalıyıq. Son olaraq onu deyərdim ki, uşaq olun. Hər zaman uşaqlığınızı itirməyin. Darıxdınız, gedin uşaq kimi əylənin, danışın, dostlarınızı yığın, çəkinməyin. Yəni özünüzü kompleksli aparmayın. Yaşım uyğun deyil və yaxud da nəsə müxtəlif sosial qruplara qoşulun. Sosial qruplarda olun. Çünki sosial qruplar sizin həyat tərzinizi çox aktiv saxlayır. İnkişaf etdirir. Və sosiallıqdan kənara qalmayın. Nə qədər ki siz sosialdan kənar qalacaqsınızsa da o qədər sizin bir əlinizdə olan bütün resurslarınız itəcəkdir. Əla, təşəkkür edirəm Xatirə xanım. Siz sağ olun. Qeyd etmək istəyirəm ki, bizi hal-hazırda izləyənlərin də xəbəri olsun ki, bizə sosial şəbəkə vasitəsilə qoşula bilərsiniz. Instagramda, YouTube'da izləyin. Hər hansı bir sualınız yaranarsa, yəni çəkinməyin. Deməli, Instagramda Rəsulova ilə söhbət yaza bilərsiniz. Kanala abunə olursunuz və yaza bilərsiniz bütün suallarınızı. Eyniliklə YouTube'da Vəfa Rəsulova yazıb, sözsüz ki, bütün nə suallarınız, təklifləriniz, rəyləriniz varsa, vaxt itirməyin və bizə yazın ki, biz də mütləq cavablandıraq. Təşəkkür edirəm, minnətdaram Xatirə. Qeyd etmək istəyirəm ki, uzun zamandır görmədiyim, amma nəhayət ki, xəbər tutdum ki, Bakıdadır və mütləq podkast çəkdi. Nə yaxşı ki, çəkdik. Bir çox suallarınıza cavab tapmış olduq. Biz də, siz də. Minnətdaram. Qeyd edim ki, qonağım klinik psixoloq, uzun zaman tanıdığım Xatirə xanım Səfərova idi. Təşəkkürlər. Vəfa, mən də çox təşəkkür edirəm və ümid edirəm ki, sizin bu gözəlliyiniz heç bir zaman itməyəcək və bəlkə qarşılıqlıdır. Bəli, və hər zaman belə gözəl qalın. Bir qadına məncə ən gözəl söz budur. Minnətdaram Xatirə. Yəni ki, bunu gözəldən eşitmək çox sağ olun. Minnətdaram. Təşəkkürlər. Uğurlar sizə də, bizə də, sizə də.